Salam, bu gün sizə 5 oktyabr tarixində Güvənin 11-ci sinif buraxılış sınağının Azərbaycan dilindən izahını verəcəm. Həmçinin qeyd edeyim ki, Premium Akademi Güvənin rəsmi tərəfdaşıdır və mərkəzimizdə sınaqlar keçirilir. Müraciət edə bilərsiniz. Gəlin keçək ilk suala. Bizə deyir ki, ilk sualda cədvəldəki uyğunluğu pozan sözləri müəyyən edin. Yəni bir tərəfdə K hərfini verib, bir tərəfdə K hərfini verib və uyğunluğu pozan kobalt K olduğu üçün deməli uyğunluğu pozur. Kibrit Ç-dır, uyğundur. Müşkül sözündə C olur, yəni burada Ç yoxdur. Ona görə uyğunluğu pozur. Galaktika K-dır, bəli uyğundur. Nakat uyğundur. Təkəbbür sözündə isə K hərfi yoxdur. Ona görə 6 uyğunsuzdur. Doğru cavabımız 1, 3, 6. Sual 32. Tədarük otağı birləşməsindəki ilk sözün fonetik xüsusiyyətləri ilə bağlı yanlış fikri müəyyən edin. Ümumiyyətlə bilirik ki, bizə birləşmə verəndə söz sonundan sonra gələn saitdir yoxsa samitdir, buna diqqət yetirməliyik. Amma tədarük sözü elə bir sözdür ki, burada yəni ki olduğu kimi qalacaq. Sahit gəlsə belə y-ya keçməyəcək. Yəni tədarük şəklində olacaq. Ahəng qanunu pozulub 3 hecadan ibarətdir. Bəli, ahəng qanunu pozulub. Və A qalın inci 3 hecadan ibarətdir. Deməli bu düzdür. Həm qapalı, həm açıq sait var. Bəli. Ü qapalıdır, A açıqdır. Bu da düzdür. 2 kar, 2 cingiltili samit iştirak eləyir. Tədarük sözündə T və K kardır. D və R cingiltilidir. Bəli, bu da düzdür. Kar samit cingiltili samit kimi tələffüz olunur. Xeyr, yəni burada heç bir samit dəyişikliyi baş vermir. Bayaq dediyim kimi, olduğu kimi qalır söz. Ona görə D variantı səhvdir. Yazılış deyiş arasında fərq yoxdur. Bəli, yoxdur. Deməli, düzgün cavab D variantıdır. Sual 33. Cədvəldəki sözlərlə bağlı uyğun fikirləri müəyyən edin. Deməli, ürək açıqlığı və təmizlik sözlərini verib. Gəlin bu sözlərin tələffüzünə baxaq. Deməli, ürək açıqlığı sait gəldiyi üçün ürək açıqlığı samit gəldiyi üçün. Aha, bəs təmizlik sözü necə olacaq? Təmizlik şəklində olacaq. Aha, gəlin indi biz baxaq. Doğrunun altından doğru, yanlışın altından yanlış istəyənləri axtarırıq. Deyir ki, deməli 3 kar 2 cingiltili samit var. Ürək açıqlığı sözünə baxaq. 3 kar deyir var. Ç kar, x kar, başqa da yoxdur. Ona görə bir səhvdir. Yəni burada 2 kar var. Sonra deyir ki, yazılışı və tələffüzü arasında 3 fərqli məqam var. Ürək açıqlığı sözündə Ç, Y oldu, bir fərqli məqam. Q, X oldu, 2 fərqli məqam. Burada başqa bir fərqli məqam yoxdur. Ona görə səhvdir. Keçək təmizlik sözünə. Təmizlik sözü kar samitlə başlayır. Bəli, T ilə başlayır. Kar samitlə bitir. Bəli, kar samitlə də bitir. Deməli, 2 düzdür. Kar cingiltili samit cütlüyü var. Deməli, kar cingiltili samit cütlüyü var, bəli, D və T var burada. Bu da düzdür. Yəni, ona görə mən doğrunun altından doğru 2, yanlışın altından yanlış 3'ü götürürəm. El olanda cavabımız olur. E variantı 2, 3. Verilmiş sözlər, fikirlər hansı sözə aiddir? Yazılışı və tələffüzü arasında 2 fərqli məqam var. Kar samit cingiltili qarşılığı kimi tələffüz olunur. Yazılışı tələffüzü arasında 2 fərqli məqam olanları axtaraq. Deməli, bir həftəlik sözündədir. Bir də sakitlik sözündə. Yəni, namərdlik sözündə 3 dənədir. D, T, L, Ç, X olur. Çeşməkli sözündə 1 dənədir. Ölümsüzlük sözündə deməli, burada da əslində ölümsüzlüyü ola bilər. Gəlin, indi ikinci məqama baxaq. Kar samit cingiltili qarşılığı kimi tələffüz olunur. Sakitlik sözündə elə bir şey yoxdur. Ç, X olur. Ölümsüzlük sözündə də yoxdur. Qalır həftəlik sözü. Həftəlik sözünün tələffüz forması həftəlik. Yəni, X bir fərqli məqam. T da D olur, ikinci fərqli məqam və burada
belə deyim, çar samit t qarşılığı kimi d tələffüz olunur. Tələffüzü düzgün göstərilməyən sözü müəyyən edin. Deməli, tədqiqat. Evet, səhv budur. Tədqiqatda q olduğu kimi qalacaq, k-ya çevrilməyəcək. Söz ortasında q çar samit gəldiyi zaman qarşılığına çevrilir. Yəni digərlərin hamısında tələffüzü eynidir. Cavab olur A variantı. Keçək 36-cı suala. Abrını ətəyinə bükmək frazeoloji birləşmənin qarşılığı işlənmiş cümləni müəyyən edin. Abrını ətəyinə bükmək. Gəlin baxaq. Ümumiyyətlə bilirsiniz, qarşılıq deyəndə sinonimini deyir və frazeoloji birləşmənin sinonimi frazeoloji birləşmə olmalıdır. Abrına qısılıb bir yanda otursaydı heç kim dillənməzdi. Ümumiyyətlə abrını ətəyinə bükmək, yəni burada heç bir mənası yoxdur. Çünki digər variantlara da baxaq. Deməli, qonşularımla aramızda olan pərdəni götürmək istəmirdim. Burada da heç bir şey yoxdur. Çünki abrını ətəyinə tökmək, ümumiyyətlə danlamaq, biabır etmək, töhmətləndirmək deməkdir. B-də də yoxdur. B-ni də sildim. Onun atasına od vurmaq mənə borcu olsun. Xeyr, evə gec gəldiyimə görə anam mənə quru yuyub yaş sərdi. Bəli, ola bilər quru yuyub yaş sərmək. Deməli, töhmətləndirmək, biabır etmək mənasındadır. Cavab olur D variantı. 37. Hansı cümlələrdə bir-birinin qarşılığı kimi işlənə bilən sözlər var? Deməli, gəlin baxaq. İxtisas seçimindən əvvəl götür-qoy elədim. Bu günə qədər Babəkin ağciyərliyinin fərqində olmamışdım. Ağciyərlik qorxmaq mənasındadır, qorxaqlıq mənasında. O nəyisə xəyalına gətirdi və nəhayət astadan dilləndi. Əlini gözünün üstünə qoyub yasəmən rənginə çalan üfüqə boylandı. Aha, baxın 5-də də qorxaqlıq var. Deməli 2 və 5 bizim ortaq cavabımız olacaq. Cavab olur B variantı. Keçək 38-ə. Altından xətt çəkilmiş ifadələrin düzgün mənalarını müəyyən edin. Aha, baxaq. Əgər rəhbərlik bu işə qol qoymasa, qol qoymaq, razılıq verməmək, qol qoymamaq daha doğrusu, deməli bir uyğundur. Ana istəmirdi ki, atı ilə kiçik oğlun arası açılsın, üz-göz olsunlar. Üz-göz olmaq, yəni arası pozulmaq, münasibəti pozulmaq mənasındadır. Deməli, doğru cavab nə olur? 1, 3 olur. Elə E variantı. Sözlərdən biri ancaq termin kimi işlənə bilir. Aha, termin kimi işlənə bilir. Olacaq mübtəda. Çünki digərlərin hamısının bənd sözü normal həyatda da ümumişlək sözü olur, enerji, güc və zərf sözü, amma mübtəda sadəcə Azərbaycan dilində termindir. Hansı cümlədə leksik mənaya malik olmayan söz işlənib? Aha, bilirik ki, leksik mənaya malik olmayan köməkçi nitq hissələridir. Burada isə köməkçi nitq hissəsi baxın C variantında sanki var. Modal söz kimi işlənə bilir. Yəni ona görə doğru cavabımız C olacaq. Seçim mətnində gəlin suallara baxaq. 41-ci sualda deyir, mətnə əsasən klasteri tamamlaya biləcək. Yəni klasterə uyğun, emosiyalara qapılmadan hərəkət edir ifadəsi doğrudur Pənahəli xan üçün. Biz də doğruları seçməliyik. Məqsədi hakimiyyətdə vəzifə tutmaqdır. Xeyr, bu səhvdir. Bir olan variantları çıxdı. 2-də deyir, tanımadığı adamlarla ünsiyyətdən qaçır. Xeyr, bu da səhvdir əslində. Çünki başda elə tanımadığı adamlarla söhbətə girir. Deməli, 2-ni də çıxanda əslində cavab çıxır 3 və 5. Özünə verdiyi sözə sadiq qalmağı bacarır. Bəli, yuxarıda deyir ki, burada qan tökülməməlidir və buna sadiq qalır. Ölkənin bir dövlətdə birləşməsinin tərəfdarıdır və bəli, burada da deyir ki, onun ətrafına yığışıb biz güclü məmləkət yaradaq. Deməli, A variantı doğrudur. 42-də deməli, bizə cədvəl verib Pənahəlinin Hacı Çələbinin müqayisəsini. Deməli, baxaq birinci sualda Nadir Şahdan ehtiyat etmək lazım gəldiyini düşünür. Bəli, baxın burada bu hissədə deməli orada deyir ki, yəni onun əmrinə müntəzir olmalıyıq. Yoxsa deyir onun gözündəki parıltı şimşəyə çevrilər və hamını külə döndərər. Deməli, bəli, belə düşünür. Bir düzdür. Qarabağlıların dəstəyini şah üçün yeganə vacib amil hesab edir. Xeyr, yəni bu Pənahəli üçün deməli səhvdir. 2-ni götürmürəm. Deməli 2 olan variantları çıxıram. 1 olan qalır D və E.
Köçəri həyat tərzinin o qədər də yaxşı olmadığı qənaətindədir. Bəli, bu düzdür. Deyir ki, Qarabağda deyir, ayrı nə var ki, deyir, buna görə heç bir qala da tikdirməmisiniz. Deməli, 3-ü də götürə bilərəm. Şəkidə qala tikintisinə xüsusi diqqət yetirir. Hacı Çələbi haqqında sadəcə deyir ki, bir qala da tikdirməmisiniz. Yoxsa ora xüsusi diqqət yetirmək yoxdur. 4-ü də çıxdım. Xalqın maraqlarını düşünərək addımlar atır. Bəli, əslində bunu götürə bilərik. Hər ikisi xalqın marağını düşünür. Sadəcə, belə deyim, məqsədlər, amallar fərqlidir. Üstörtülü şəkildə isə heç biri danışmır. Deməli, cavab olur D variantı. 43. Mətnə əsasən Pənahəli Kür kənarında söhbət edərkən nədən əmin idi? Deməli, baxın, bu hissədə deyir ki, öz yaxın dostlarından başqa heç kəs yox idi. Deməli, bu yalnız orada olanların dostu olduğunu deyir. Yəni, B-ni düzgün şəkildə götürə bilərik. 44. Mətnlə bağlı cədvəldəki düzgün fikirləri istəyir bizdən. Pənahəli şah olmaq üçün yalnız Nadirin dəstəyinə güvənirdi. Xeyr, bu səhvdir. Nadirin dəstəyinə güvənmirdi. Ümumiyyətlə, xalq birliyi olmaq məsələsi idi. İkincidə deyir ki, Qarabağ elatında ağsaqqal sözünə böyük dəyər verirdilər. Bəli, orada ağsaqqalların da danışmasından, yəni biz götürə bilərik ki, doğrudur. 3-də deyir ki, Hacı Çələbi Qarabağlıların həyat tərzinə kinayə edir. Bəli, orada da deyir, elatdan başqa nə var ki, bir o tərəfə, yəni köçürsüz, heç bir qala da tikdirməmisiniz, ortada heç nə yoxdur. Deməli, 4 Pənahəli və Hacı Çələbi bir-birinin düşməninə çevrilmirlər mətnin sonunda. Elə bir şey yoxdur. Doğrunun altından doğru, yanlışın altından yanlış. Cavab olur 2, 4, E variantı. 45-ci sualda deyir, mətnə görə dövrün siyasi mənzərəsini əks etdirən ən dolğun fikri müəyyən edin. Liderlər siyasi qərarlarda səhvə yol verirlər. Xeyr, bunu götürə bilmərik, hər hansı bir səhv və s. Demokratik dövlətin qurulması üçün addımlar atılır. Xeyr. Qədim kökü olan sülalə hələ də siyasi nüfusa malikdir. Aha, bunu götürə bilərik. Bir dənə mətnə baxın. Burada 2000 ildən çox yaşı olan Şirvanşahlar. Yəni, görürsünüz, orada qədim kökə malik sülalə olduğunu da qeyd edirlər. Deməli, C variantını mən götürə bilərəm. Daha sonra deyir, mətnə görə şah hansı keyfiyyətlərə malik olmalıdır? Pənahəliyə görə, Hacı Çələbiyə görə. Deməli, Pənahəliyə görə, baxın, mətnin bu göz adamla olan hissəsindən biz götürə bilərik. Orada deyir ki, deməli, şah gərək hamının dəstəyini qazansın və yaxud da hər yerdə gözü qulağı olsun. Baxın, eyni şəkildə yaza bilərik. Hər yerdə gözü qulağı olmalıdır. Bəs Hacı Çələbiyə görə isə əsli kökü nəcabəti olmalıdır. Bax, eyni şəkildə həmin cavabları gətirib bu hissəyə yazırıq. Deməli, 47-də mətndə tünd-qara hərflərlə verilmiş ifadə həmin sözləri də verib sülalə və müqəddərat. Sülalə sözü qohumluq, varislikə əsasən taxta ardıcıl gələn, bir-birinə əvəz edən, yəni o mənadadır. Yəni elə bu şəkildə də yaza bilərsiniz. Müqəddərat isə tale şəklində, tale, gələcək ola bilər. Daha sonra 48 deyir, mətnə əsasən Pənahəlinin daha çox əsəbləşməsinə səbəb olan iradı müəyyən edib. Aha, ən çox əsəbləşməsinə səbəb olan, elə baxın, deyir, vaxt tapıb Allahın bir qalasını da tikdirməmisiniz. Elə onu yazırıq bura, yəni vaxt tapıb Allahın bir qalasını da tikdirməmisiniz. 49. Mətndə altından xətt çəkilmiş sözlərə əsasən cədvəli tamamlayın. Gəlin görək. Altından xətt çəkilmiş söz bulandırmaq. Fikri bulandırmaq məcazi mənadadır. Bəs digəri tikanlı. Tikanlı isə burada da eyni zamanda yenə məcazi mənadadır. Tikanlı danışmaq. Bəs bunu necə eləyə bilərik? Deməli, məcazi məna yazırıq. Hər ikisinə məcazi. Və həqiqi mənada cümlədə işlədirik. Bulandırmaq, məsələn, suya zibil atıb onu bulandırırlar. Tikanlı sözü isə tikanlı güllərin ətri hər tərəfi bürüyüb. Bu şəkildə doğru cavabı yaza bilərik.
50. Mətnə əsasən sxemi tamamlayın. Pənahəli çay kənarında söhbət etdiyi adamın Hacı Çələbi olduğunu əvvəlcədən bilirdi, ilk söhbət zamanı müəyyən etdi, sonradan deyilir. Əsaslandırmada necə əsaslandırırsınız? Baxın, Göygöz adamla deyir, çatmısan, Kür qırağında Şəkili Hacı Çələbi ilə söhbətindən xəbərdardır. Yəni, bu bilmirdi bunu, o zaman eşitdi. Əsaslandırmada yazırsınız ki, həmin anda Hacı Çələbi olduğunu bilmirdi. Ona görə də yəni, Hacı Çələbi haqqında hətta sual verir. Heç Hacı Çələbi kimi müraciət də eləmir ona. Yəni, hər hansı tayfanın bir sakini kimi baxır. Yəni, baxın, belə bu şəkildə əsaslandıra bilərsiniz. Deməli, ikinci mətnimizin suallarına nəzər yetirək. 51-ci sualda mətnə görə səbəbini müəyyən etmək mümkün deyil. Su aylarının kosmik canlılar adlandırılması bu mətndə var. Deməli, həyat fəaliyyətinə deyir, yerə, kosmosa göndərirlər. Baxın, burada var, günəş şüalarına və vakuma məruz qoyulmuş, yerə qayıtdıqdan sonra onların əksəriyyəti həyat fəaliyyətini uğurla davam etdirmişdi. Bu hadisəyə görə də məhz onlar kosmik canlılar adlanır. Deməli, bu var. Su ayların genomunda yad canlılara məxsus genlərin olması. Bəli, burada da var. Kənar orqanizmlərə baxın, məxsus genlərin olduğu. Deməli, bunun da səbəbi var. Ölçülərinin çox kiçik olması. Xeyr, bu yoxdur. Baxın, ölçüləri verilib, amma niyə kiçik olduğu verilməyib? Deməli, C variantı doğrudur. 52. Beləliklə, mikroskopik ölçüsünə baxmayaraq su ayları yer kürəsinin ən heyrətamiz və sirli, ilhamverici canlılarından biri hesab olunur. Ümumiyyətlə, beləliklə ifadəsi varsa, yəni bunu sonuncu abzasa əlavə eləməliyik. O da ki, ən sonuncu abzas, yəni 7-ci abzasa artırırıq. 53. Mətnə görə horizontal gen transferinin su ayları üçün faydası nədən ibarətdir? Deməli, bunlar, baxın, bu genetik elastiklik onların yeni şəraitə uyğunlaşmasını təmin edir, deyir. Yəni, ekstremal şəraitə tez uyğunlaşma. Yəni, A variantı doğru götürürük. Mətnə görə su ayları ilə bağlı biliklər hansı sahələrin inkişafına təkan verə bilər? Aha, deməli, yüksək temperaturda dərmanların formasını itməməsi, bəli, dərman istehsalı sahəsində bir düzdür. Radiasiya vasitəsilə yeni enerji mənbələrinin kəşfi, xeyr. Kosmosda canlıların qorunması texnologiyaları, bəli, bu ola bilər. Biotexnologiya, baxın, burada verilib, deməli, 3-ü də götürürəm. Deməli, 1-3-ü götürdükdə, 2-ni də çıxdıqda cavab avtomatik D qalır. 4-də orqan və toxumların uzun müddət qorunması, bəli, tibbi konservasiya, baxın, burada var. Deməli, 54-də D variantı olur. 55-də mətnə görə cədvəldəki düzgün fikirləri müəyyən edin. Mətndə məlumat var, mətndə məlumat yoxdur. Deməli, alimlər su ayısını dünyanın ən kiçik canlısı hesab edirlər. Deməli, burada niyə belə bir şey deyirlər? Bu haqda məlumat yoxdur. Niyə ən kiçik canlı? Yəni, ən dayanıqlı canlı var, amma ən kiçik niyə hesab eləyirlər? Qidasız bir il yaşaya bilmək su ayısı üçün adi haldır. Mətndə bu haqda da bir məlumat yoxdur. Yəni, 1 ilə 2 olan variantları çıxıram. Həm quru, həm həm də quru su ayısının uyğunlaşa bildiyi mühitdir. Bəli, baxın, yuxarıda yazır, deyir, yosunlarda, hətta evdəki su filtrlərinə də rast gəlinmək olar. Deməli, bu haqda mətndə məlumat var. 3. Görkəm isə ayıya bənzəyən bu canlının adı bu bənzərlikdən yaranıb. Ayıya bənzədiyi haqqında axı bir məlumat yoxdur. Deməli, 4-də bu haqda məlumat yoxdur, götürürəm. Su ayısı quruya nisbətən suda daha sürətlə çoxalır. Belə bir şey də yoxdur, çoxalmağı. Təxminən 250 ildir ki, su ayısı alimlərin maraq dairəsindədir. Bəli, bir dənə bura baxın. 1773-cü il yazılıb. Təxmini hesablasaq 250 ilə yaxın bu günümüzlə hesablasaq, deməli mətndə bu haqqda məlumat var. 3, 4, 5 E variantı. Mətnə əsasən cədvəli deyir tamamlayın. Hökm verib su ayıları ancaq havasız şəraitdə məhv olurlar. Bu səhvdir. Niyə səhvdir? Baxın, deyir ki,
Onlar yenidən deyir, havasız şəraitdə qalsalar belə, yenidən deyir özlərini bərpa eləyə bilirlər. Yəni 10 illiklər keçsə də oyanır və bərpa eləyirlər. Deməli, bu yanlışdır və əsaslandırma nə yazırsınız? Yazırsınız ki, bəs havasız şəraitdə belə məhv olmurlar, onlar yenidən bərpa eləyə bilirlər öz bədənlərini. -272 dərəcədə su ayılarının yaşaması üçün ən ideal temperaturdur. -272 dərəcədə bir gün, bir neçə gün yaşaya bilirlər. Yəni ən ideal deyil. Əsaslandırma bir neçə gün yaşaya bilirlər. Keçirik. 57-də nöqtələrin yerinə məzmuna uyğun 2 ifadə yazın. Deyir ki, bu canlılar 6000 mm civə sütununda çox təzyiqə belə davam gətirirlər, dözürlər, tab gətirirlər, ola bilər. 58 su ayılarının elm aləmində unikal canlılar kimi qəbul olunmasının 2 səbəbini. Unikal, yəni qeyri-adi. Niyə qeyri-adi? Məsələn, kosmosda belə sağ qalırlar. Kosmosda sağ qalırlar. Və yaxud da 272 dərəcədə belə yaşaya bilirlər. Yəni bir çox şey yaza bilərik. 59. Mətnə əsasən su ayılarının fiziki görünüşü ilə bağlı 2 fikir yazın. Fiziki xarici görünüş, məsələn, onlar 8 ayaqlıdır yaza bilərik. 8 ayaqlıdır. Və yaxud da orada uzunluğu var ki, 0.1, 1.5 mm olur. Bu şəkildə yaza bilərsiniz. Daha sonra qarşısında rəqəm yazılmış hansı cümlədə adi şəraitdən fərqlənən, qeyri-adi, təhlükəli, təbii fəlakətə, hərbi vəziyyətə, siyasi çaxnaşmalara xas olan söz işlənib. Qarşısında rəqəm yazılmış hansı cümlədə? Deməli, burada qarşısında rəqəm yazılmış cümlə 2-də. Ekstremal sözü məhz həmin mənanı verir.